Demək qardaşlar, salam olsun sizə, bütün ovçu balıqçı dostlarımıza. Keçən dəfə dediyim kimi, yəni karantinlə bağlı ova gedə bilmirik. Həm də ovlarda biraz qadağacat qoyublar. Keçən videomda da göstərdim. Yəni evdə məşğuliyyət, başqa bir xırda şeylərlə nəsə kəşf edirik, düzəldirik özümüz üçün, başımızı qatırıq hələ ki ov açılana qədər. Demək qardaşlar, keçən dəfə inkubator düzəltdim, onu da göstərdim sizə. Nəsə düzəltmişəm, eləmişəm. Sonra inkubatordan cücələr çıxdı. O cücələr biraz böyüdü. Həyətdə soyuq oldu. Gətirdim, yığdım dama. Belə yığmışam dama. Buradakı biraz yer nəmişdik. Yəni boş otaqdır, işləmir. Sonra başladı bu yunduşkalar nəmişlikdə. Deyə onu göstərim. O başlayıb yavaş-yavaş öskürməyə. İçərinin havası təmiz nəmişlikdir. O cücələrdən birlərdən də bir neçəsi də bu Stavropol hinduşkalardır. Bir neçəsi də öldü nəmişlikdən. Bir hinduşka nəmişliyi sevmir. İndi fikirləşmişəm ki, buradan bir dənə peç qoyum. O odun peçi düzəltmək istəyirəm daha doğrusu. Bura bir dənə odun peçi. Biraz uzaqdır qazdan, yəni tokdan uzaq deyə hələ fikirləşirəm bura. Ən yaxşısı odunum da çoxdur. Bir dənə odun peçi düzəldim bura. İstəyirəm onu da göstərim sizə nədən düzəltmişəm o odun peçini. Qardaşlar, bax belə işlər. Bir dənə şey götürmüşəm, bu kondisionerin, baçokudur kondisioneri, qaz vururlar bundan. Freon. Boş idi. Verdilər mənə, dedilər ki, bizə lazım deyil, istəyirsən götür. Nəsə düzəldərsən, qalmışdır o vaxtdan. Dedim buna, bir dənə balaca, bir dənə odun peçi düzəldim. Odun peçi elə qoyum o hinduşkaların yanına, isitsin orada. Odun da çoxdur. Çoxlu taxta var həyətdə. Dedim, bekarçılıqda məşğul olun, bundan geçsin. Bu alt tərəfidir, alt tərəfini kəsdim. Alt tərəfini kəsdim. Buradan petlə svarkaladım bura. Burasına da bir dənə belə şey düzəltmişəm, qabaq. İçinə odun zad atacağım. İndi tam qutarmamışam. Hələ ki burada bağlanan yeri. Bir də bunun altından inşallah alt tərəfindən buradan bir dənə yumru deşik açacağım. Həm odun üçün havalanma olsun. Onsuz da belə biraz qırağı aralıdır. Ondan da əlavə gələcəkdə ehtiyac olursa, buradan qaz turbası salıb, adi bir turba. Üstündən də 1-2-3 dənə deşik açıb, məsəl üçün burada qazdan da istifadə eləmək olsun. İndi hələ bu belə. Bir də bu tərəfinə də belə adi bu turbadan kəsdim. Başından, ortadan da belə kəsdim. Buradan da başını saldım ora. Buradan da bir dənə turba düzəltdim ki, tüstü çıxsın. Ayaqlarını da adi profillərdir. Profillərlə elədim. Svarkaladım. 4 dənə ayaq da buna düzəltdim. Oldu. Qaz balondan oldu. Belə bir peç. Odun peçi, istəsən qaz peçi kimi də işlətmək olar. İndi ehtiyac olsa bir dənə də list dəmirim var. İnşallah olsun. Bunu da bunun üstünə belə, bu biraz yekədir. Kəsib bunu balacalaşdıracağım. Çox yekədir. Acaba bu qədər zat biraz saxlayıb bunun üstünə ki, belə bir şey düzəldəcəm. Gələcəkdə nəsə orada su isitməyə, ya nəsə vedrə çaynik qoymağa lazım olar. Belə. İndi ehtiyac olarsa düzəldəcəm. Ehtiyac olmazsa elə tək istilik vermək üçün bunu düzəltmişik, bu peçi. Həm odun peçi, həm də buradan bir deşik açıb qaz üçün işlədəcəm. İnşallah, yəni mənim fikrimcə bunun üstünə belə bir şey düzəltsək daha yaxşı olar ki, üstünə nəsə bir çaynik, ya nəsə qoymaq üçün. Bu da bizim alətlərimizdir. Hələlik bugünkü videomuz bu qədər. İnşallah kiməsə lazım olsa, yəni belə bir şey düzəldə bilər.
Yekəsindən də düzəltmək olar biraz yekələrindən. Belə bu çünki bu biraz qalındır dəmiri. Mən getdim bir-iki yerdən soruşdum odun peçinə belə dedilər biraz qalın dəmir olanlar bahadır, naziklər var ucuz. Dedim elə olmazsa varım təminatda istifadə edeyim getsin. Odun da çoxdur. İndi havalar kimi bək soyuqlu havalar olanda inşallah odun yığıb bunu yandırım. Nüşqalar, balalar biraz isinsinlər orada. Hə dostlar, peçimizi hazır elədik. Belə düzəltdik, içinə yığdıq odunlarımızı. Şükür Allah, yaxşı da çəkir. Yaxşı çəkir burada toyuqlar üçün. Düzəltmişik damın içində. Üstünə də daş yığmışam qızandan sonra. Üstünə daş yığdım ki qızsın. Biraz istilik versin burada. Sonra turbasını çəkdim belə. Oradan çölə verdim. Yoxladım biraz. Qırağından bıraxırdım. Oranda sementlədim elədim. Vəssalam qəşəkdir. Yığmışam yaxşı odunlardan altdan. Qızır. Bu da Ömərin Brahma xoruzu. Ömərin Brahma xoruzudur. İndi toyuqları zadı isinəcək. Yaxşı Ömərin toyuqları var. Brahmaları zadı. Onlar da isinsinlər. Buranı sitsin bu peç. Əsl dam üçün yaxşıdır. Yəni çoxlu odunun varsa, yəni artıq ki, nə pul verib, nəyəsə əlavə şey eləmək lazımdır. Qaz balondur. Konser qaz balonu. Kəsdim başını, ayaqlarını zaten kəsdim. Bir dənə qəşəng peç düzəltdim bundan. Burada da altında deşik açmışam. Həm hava çəkmək üçündür. Həm də lazım olsa oradan belə bir dənə turba üstündən 3 dənə deşik açıb qaz da qoymaq olar. Gələcəkdə qazdan işləsin. Hələlik bu qədər. İnşallah videolarımız olar, yenə də çəkib paylaşarıq. Sağ olun, sağlıqla qalın. Ömərin brahmaları da gəldi. Ömür, gəlir brahmaları.